Salam uşaqlar, bugünkü videoda biz saat qurşağının tapılmasını öyrənəcəyik. Deməli, biz bilirik ki, yer kürəsi 1 saata 15 dərəcə, 1 dərəcə isə 4 dəqiqəyə fırlanır. Və mənə şərq yarımkürəsində və qərb yarımkürəsində iki uzunluq verilir və mənə deyir ki, bunun hansı saat qurşağında yerləşdiyini tap. Bunu tapmaq üçün nə edirik? Əgər bizim uzunluğumuz şərq uzunluğudursa, şərq yarımkürəsində yerləşirsə, onda mən qeyd olunan uzunluğu 15-ə bölürəm. Əgər mənim qalığım 7.5-dən kiçikdirsə, olduğu kimi qalır. Lakin 7.5-dən böyükdürsə, üzərinə 1 əlavə edirik. Məsələn, 30-cu şərq uzunluğunda yerləşən məntəqənin yerləşdiyi saat qurşağını tapın deyilən bir sual var bizdə. Mən burada 30-u böləcəm 15-ə, qalıq alınır 2. İndi bizdə burada bəxtən, məsələn, qalığımız olmadığına görə, qismət olaraq 2 alınır və bizim bu tapdığımız cavab elə bizim ikinci saat qurşağımız olur. Lakin mən 39-cu şərq uzunluğunu tapıramsa, 39-u böləcəm 15-ə 2. Lakin qalıq burada 9 alınır. Biz dedik ki, bizim qalığımız 7.5-dən böyükdürsə, üzərinə 1 əlavə edirəm. Yəni, bu qismətin üzərinə 1 əlavə edəcəm, olacaq 3. Yəni, mənim məntəqəm 3-cü saat qurşağına yerləşmiş olacaq. Yox, əgər sizin yerləşdiyiniz, sizə verilən məntəqə qərb uzunluğunda, qərb yarımkürəsindədirsə, onda nə edirik? Qeyd olunan uzunluğu 15-ə bölürəm. Qalıq 7.5-dən kiçikdirsə, rəqəmim olduğu kimi qalır və onu 24-dən həmən ədədi çıxaram. Yox, 7.5-dən böyükdürsə, ədədin üzərinə 1 əlavə edib daha sonra 24-dən çıxacam. Məsələn, 60-cı qərb uzunluğunda. 60-cı qərb uzunluğunu 1-ci 60-ı bölürük 15-ə 4, daha sonra 24-dən çıxırıq 4. Cavab olur 20. Yəni, mənim bu məntəqəm 20-ci saat qurşağında yerləşir. Əgər 68-ci qərb uzunluğunu soruşursa, 68-i böləcəm 15-ə 4, qalıq 8 alınır. Yəni 7.5-dən nədir? Böyükdür. Böyük olduğuna görə 4-ün üzərinə 1 əlavə edirəm 5 və bu 5-i 24-dən çıxıram. Olur 19. Deməli, mənim məntəqəm 19-cu saat qurşağında yerləşmiş olur.